Ağacın insandan üstün olduğu məqam. Əgər hədəf yoxdursa, heç bir şey etmirsən. Əgər hədəfin kiçikdirsə, heç bir böyük şey etmirsən. Deni Diderot. İnsan xəyalpərəstdir. Onun bir çox arzu və istəkləri var. Hər şeyi istəyə, arzulaya bilər. Hətta ən qeyri-mümkün hesab edilən işləri belə. Təbii ki, insan xəyal etdiklərinin hamısına nail olmur. Reallıq və əməl hədəflərdən çox böyük fərqlə daim geri qalır. Hədəfi 10 dərəcəli olanın nəticəsi 2 olduğu halda, hədəfi 15 olanın nəticəsi təxminən 3 və 4 arasında dəyişir. Hədəf yüksəklərə qalxdıqca, nəticəni də özü ilə çəkib aparmağa başlayır. Hədəfi daha yüksəklərdə olanın nəticəsi o hədəflə eynilik təşkil etməsə də, ona yaxın məqamda qərar tapır. Böyük alimlərdən biri öz oğlundan sən böyüyəndə kim olmaq istəyirsən deyə soruşur. O da sənin kimi böyük bir alim olmaq istəyirəm cavab verir. Bu zaman alim deyir, sən heç bir kəs ola bilməyəcəksən. Çünki mən hər şeyi bilən qeyri-adi biri olmaq istəyirdim, amma alim oldum. Hansı sahədə olursa olsun, heç vaxt adi mütəxəssis olmağı düşünmə. Daim hədəfini daha yüksəklərə qaldır. O qədər yüksəklərə ki, həmin hədəf sənin üçün ilk baxışda qeyri-mümkün kimi görünsün. Təbii ki, real olmayan hədəfləri də düşünmək düzgün deyil. Çünki belə hədəflərlə özünü aldatmış olar, bir müddətdən sonra da nəticə əldə etmədiyinə görə ümidsizliyə qapılarsan. Özün üçün ən yüksək zirvələri təsəvvür edib, ona müvafiq hədəf təyin etməli və bütün varlığınla o hədəfə çatacağına inanmalı, sonra da səni o hədəfə aparacaq vasitələri əldə etmək üçün çalışmalısan. Jim Rohn'un bu haqda maraqlı fəlsəfəsi var. Onu ümumi şəkildə qeydlərimlə yazıram. Adama elə gəlir ki, bu planetdə insandan başqa istənilən həyat forması öz maksimal potensialına doğru can atır. Ağac öz potensial hündürlüyünün yarısına dək böyüyə və sonra düşünürəm ki, bu qədər bəsdir deyə bilməz. Ağac mümkün olduğu qədər dərinə kök atır. Onun kökləri bacardığı qədər qidalandırıcı maddələr sorur. Budaqları təbiətin imkan verdiyi qədər yüksəyə və eninə şaxələnir. Ağac bununla sanki bizə əlimizdən gələni etdiyimiz halda kimə çevrilə biləcəyimizi, hansı zirvələri fəth edəcəyimizi xatırladır. Bəs yer kürəsində ən inkişaf etmiş və şuurlu həyat forması olan insan öz maksimal potensialını ən azından bir ağac kimi reallaşdırmağa niyə can atmır? Niyə biz özümüzə yolun yarısında dayanmağa imkan veririk? Niyə daim ola biləcəyimiz birinə çevrilməyə can atmırıq? Səbəb sadədir. Çünki bizə seçim azadlığı verilib. Əksər hallarda seçim bir vergidir. Lakin bütün bacarıq və imkanlarımızı səfərbər edərək əlimizdən gələni etmək və ya etməmək arasında qalanda seçim qabiliyyəti üstünlükdən çox lənətə çevrilir. Çox zaman bacardığımızdan daha azını etməyi seçirik. Biz böyüyən ağacdan iradə, inkişaf nümunəsi götürmək əvəzinə onun kölgəsində istirahət etməyi daha məqsədə uyğun bilirik. Hər birimizin qarşısında edə biləcəklərimizə dair 2 aydın seçim var. Birincisi, ola biləcəyimizdən daha kiçik biri olmaq, daha az pul qazanmaq, daha az oxumaq və daha az düşünmək, az çalışmaq və öz hərəkətlərimizi az nizamlamaqdır. Bu bizi puç həyata aparan seçimdir. Bu elə bir seçimdir ki, bizi yeni dəyişikliklər gözləntisi ilə dolu həyat əvəzinə daim pis nəticələrlə dolu həyat aparacaq. Bəs ikincisi, olduğumuz kimi yox, ola biləcəyimiz kimi olmağa çalışmaq. Oxuya biləcəyimiz bütün dəyərli kitabları oxumaq. Qazana biləcəyimiz qədər pul qazanmaq. Öz imkanlarımızın inkişafı üçün bacardığımız qədər yatırım etmək. Maksimum çalışmaq, qarşıya qoyulmuş hədəflərə vaxtında çatmaq və arzuladığımız kimi gözəl bir həyat qurmaq. Bizim hamımızın belə bir seçim imkanı var. Etmək yaxud etməmək. Olmaq yaxud olmamaq. Hər şeyə sahib olmaq yaxud da heç kim olmaq. Hər ağacda insanlar üçün çağırış var. Potensial bacarıqlarımızdan tam istifadə edərək yüksəkləri fəth etmək, bütün daxili potensialımızı üzə çıxarmaq, bacardığımız qədər irəli getmək. Bəs niyə biz bacardıqlarımızdan maksimum istifadə etmir, onları tamlıqla üzə çıxarmırıq? Əslində bizim ən üstün həyat məqsədimiz istedadımızın, bacarıqlarımızın və istəklərimizin bizə imkan verdiyi qədər yaşayıb yaratmaq olmalıdır.
Edə biləcəyimizdən daha azını etməyə qərar vermək bu əhəmiyyətli olan başlanğıcda uğursuzluğa düçar olmaq deməkdir. Bəhanələr deyil, məhz nəticələr insanın inkişafının ən yaxşı ölçüsüdür. Nəticələr. Əgər nəticələrimiz ola biləcəyindən zəifdirsə və qənaətbəxş deyilsə, o zaman malik olduğumuzdan daha çoxuna çatmaq üçün bütün varlığımızla çalışmalıyıq. Biz bugün burada olmağı istədiyimiz üçün buradayıq. İnsan olduğu yerə özü gəlmişdi. Bunu mütləq bilməliyik ki, əgər həyatda az şeyə çatmışıqsa, buna səbəb məhz həyatdan azı istəməyimiz, ona qane olmağımızdır. Əgər uğursuzluq və məğlubiyyətlə qarşılaşırıqsa, bu bizim istəklərimizin təbii nəticəsidir. Burada çoxlarını maraqlandıran sual meydana çıxır. Axı insan özü üçün necə pis olan seçə, arzulaya bilər? Hər kəs gözəl, firavan həyat arzusundadır. Hamı səadətli olmaq istəyir. Unutmayın ki, mühüm olan insanın nəyisə sözdə deyil, məhz əməldə istəməsidir. Çox vaxt biz gözəl, firavan həyat məhz sözdə istəyirik. Əməl mərhələsinə gəldikdə isə bizdə bu istəyi dəstəkləyəcək heç bir müvafiq fəaliyyət müşahidə olunmur. Həyatdakı mövqeyimiz məhz istəklə əməlin üst-üstə düşməsi nəticəsində müəyyən olunur. Əməllə istəyin istiqamətləri üst-üstə düşmədiyi halda tali əməlin istiqamətini seçir və ona uyğun cərəyan etməyə başlayır. Din fəlsəfəsinin bu mövzu ilə bağlı çox maraqlı yanaşması var. Allah sizə istədiyiniz hər bir şeydən vermişdir. İbrahim surəsi 34-cü ayə. İstəyimiz yalnız sözlərdə xülasələnmir. Bəzən məktubla, işarələrlə də istəklərimizi bildiririk. Bəzən isə əməllərimiz, şuuraltı istəklərimizlə öz ehtiyaclarımızı bəyan edirik. Bu əsl istəkdir. Çox halda da dil ilə istədiklərimizlə şuurlu surətdə istədiklərimiz bir-birinin əksi olur. Həyatda biz məhz həqiqi istəklərimizlə qarşılaşırıq. Çünki yaradılış həyat tərzimiz və mahiyyətimiz əsasında istədiyimiz hər şeyi verməyə kodlanıb. Ona görə də insan öz əməlləri ilə uğursuzluq, məğlubiyyət, səfalət yolunda irəliləyirsə, dildə xoşbəxt olmağı istəməsi heç nəyi dəyişmir. Rövşən Abdullaoğlu. Hər bir insan hökmdardır. Səhifə 11-14.